Değerli izleyiciler, inanıram ki benim izahımdan sonra bu sual tipi ilə heç kimin problemi qalmayacaq. Yeni biçilmiş otun əmriyi 80%, quru otun əmriyi 10% olarsa, 18 ton yeni biçilmiş otdan neçə ton quru ot alınır? Bildiyimiz 18 ton yeni biçilmiş ot. Nəmliyi 80%. Yəni bunun 80%i sudur. Geri qalır 20%. 20%i quru olmalıdır. 18'in 20%. 18 vurulsun 20 bölünsün 100. 20'ye bölsəm 1, 20'ye bölsəm 5. 18 bölünsün 5. Yəni 3,6 ton. Yəni 18 ton otu tam qurutsa 3,6 ton qalmalıdır. Amma diqqət etirin. Quru otun nəmliyi 10% olarsa, yəni başlanğıcda 18 ton idi. Müəyyən qədər qurutdular. Tutaq ki, qaldı x ton. Və quru otun nəmliyi 10% oldu. Yəni müəyyən qədər quruduqdan sonra 10% hələ nəm qalır. Deməli, qalan otun 10% nəmsə 90% quru olmalıdır. Həmən x-in də 90%, x vurulsun 90 bölünsün 100 bərabər olmalıdır 3,6 ton. Burada 0,0 gedir. 9x bərabərdir. 3,6 vurulsun 10. Yəni 36. X bərabər 4. Deməli, əslində 4 ton quru ot alınır. Yəni, əsas önəmli məqam 18 ton otun 80% suyudursa 20% quru olmalıdır. Yəni, 3,6 ton mütləq şəkildə quru olmalıdır. Bu dəyişən bir şey deyil. Bunu nə qədər qurutsaq da 3,6 ton olmalıdır. Əsas önəmli məqam quru ot anlayışını tam dərk eləmək lazımdır. Quru ot dedikdə 100% quru ot burada nəzərdə tutulmur. Yəni, başlanğıcda 18 ton idi və onu müəyyən qədər buxarlandırdıq. X ton qaldı və 10% nəm qalıb. O zaman 90% bunun quru olmalıdır. Həmən x-i 90%, x vurulsun 90 bölünsün 100 bərabərdir. 3,6 olmalıdır və tənliyi həll etdim. X bərabərdir 4.